Qəbul olması, günahlarımızın bağışlanması, İmam Zaman ağanın bizlərdən razı olması, zuhurunun təcili üçün Peyğəmbər və Əhl-i Beytinə salavat zikr edək. Allahümmə salli ala Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil əmin və alihi't-tayyibin-t-tahirin el-ma'sumin. Və la'natullah ala a'daihim ecma'in. Minəl ənə ilə qiyami yevmiddin. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Vəs-səmai zətil buruc. Vəl-yevmil məv'ud. Və şahidin və məşhud. Qutilə əshabul uxdud. Sadaqallahul aliyyul azim. Əziz və möhtərəm möminlər, bugün bildiyiniz kimi Azərbaycan xalqının həyatında çox böyük bir matəm günüdür. Belə ki, erməni faşistləri tərəfindən Azərbaycan xalqı soyqırıma məruz qalıb, Xocalda törədilən bu faciə misli görünməmiş faciələrdən biridir, çox acınacaqlı faciələrdən biridir. Belə ki, qoca, cavan, uşaq, qadın, hətta südəmər körpələr, hətta hamilə qadınlar, onların bətnindəki uşaqlar, hamısı xüsusi amansızcasına, vəhşicəsinə həlak olunub və çox böyük bir faciə törədilmişdi ermənilər tərəfindən. Azərbaycan xalqı heç vaxt bunu unutmayacaq və bizlər heç vaxt bunu unudan deyilik. Bu bizim tariximizdə bir matəm olaraq yazılıb, bizim qan yaddaşımızda yazılıb və bunu heç kəs silə də bilməz. Və bunu törədənlər gərək cavab versinlər. Bunun icraçıları gərək belə bu dünyada öz cəzasını alsınlar. Ədalət yerini tapmalıdır və bizlər var gücümüzlə bunun üçün çalışmalıyıq və buna nail olmalıyıq. Və bu günün gerçəkləşməsi üçün inşallah Azərbaycan xalqının tezliklə öz qisasını almasından ötürü Peyğəmbər və Əhl-i Beytinə salavat zikr edək. Allahümmə salli ala Muhammed və aleyhi. Biz bu münasibətlə Quran-ı Kərimdən Buruc surəsini sizlər üçün danışarıq. Buruc surəsində eyni oxşar hadisə, eyni vəhşilik, eyni amansızlıq qeyd olunub və Allah Teala orada uxdud sahiblərini lənətləyir və onlara ölüm yağdırır. Onların müsibətlərini yad eləyir. Və bu bizim üçün bir örnəkdir ki, bizlər müsibəti yad etməliyik və müsibəti təbliğ etməliyik. Allah Teala özü də Quran-ı Kərimdə müsibəti yad edib, təbliğ eləyib və möminlərə bir nəsihət, bir ibrət kimi gətirib ki, baxın, dünyada necə zalimlar, necə canilər var və olub, indi də o canilərin davamçıları məzlum xalqlar üzərində eyni hadisəni, eyni vəhşiliyi təkrar edirlər. Allah Təbarək və Teala Buruc surəsində buyurur: Bismillahirrahmanirrahim. Vəs-səmai zətil buruc. And olsun bürcüləri olan səmaya. Vəl-yevmil məv'ud. Vəd olunmuş günə and olsun. Və şahidin və məşhud. Şahid və məşhuda, əməllərin şahidinə hədislərdə Həzrəti Peyğəmbər də nəql olunub, insanın əməlini yazan mələklər də nəql olunub və digər təfsirlər də var. Hər halda o ki, bizim əməllərimizə şahid duracaq qiyamətin günündə, ona and olsun və məşhud və ümmətin əməllərinə and olsun. Ümmətin etdiklərinə and olsun. Qutilə əshabul uxdud. Ölüm olsun xəndək sahiblərinə, uxdud sahiblər. Uxdud xəndək deməkdir. Xəndək sahiblərinə ölüm olsun. Bu antlarla bu uxdud hadisəsi arasında nə əlaqə var, onu deyim ki, Uxdud hadisəsi indi danışacağam sizlər üçün necə baş verib. Bu Quran-ı Kərim ona xülasə şəkildə toxunmuşdur.
Burada andların bununla nə əlaqəsi var? Çünki adətən andlardan sonra oxşar mövzu gəlməlidir və andın mövzu ilə əlaqəsi olmalıdır, rabitəsi olmalıdır ki, o and orada, o mövzunun qabağında içilsin. Burada nə üçün and içilir? Səmaya, bürcləri olan səmaya and olsun. Qiyamətin gününə, vəd olunmuş gün, yəni qiyamətin gününə and olsun. Sonra qiyamətdəki haqq hesaba, şahid və məşhuda and olsun. Və sonra keçir Uxdud hadisəsinə. Burada biz əlaqəni burada tapa bilirik ki, bəli, Allah Teala hər şey hesab kitabla yaradıb. Dünyada hər şey nəzm, intizam, hesab kitablandır, yazılı şəkildə çox dəqiq və incəliyi ilə yaradılıb. İstər səma aləmi, istər səmadakı bürclər, ulduzlar, planetlər, qalaktikalar, bütün hamısı dəqiqliyi ilə, incəliyi ilə hesab kitabla yaradılıb. Və həmçinin bundan əlavə qiyamətin günü də haqq hesab günüdür, incəlik günüdür. وَمَا لِهَذَا الْكِتَابِ لَا يُغَادِرُ كَبِيرَةً وَلَا صَغِيرَةً إِلَّا أَحْصَاهَا. Bu necə kitabdır ki, nə böyük, nə kiçik, heç bir zərrə qədər iş onun gözündən yayınmayıb və onu qeyd edib, hesablayıb, hesaba alıb. Həmən o qiyamətin günündə o kitab açılacaq və insanlar öz əməllərini görəcəklər, əməllərin nəticəsini görəcəklər. Bu dəqiqlik var burada, hesab kitab var. Və şahidin və məşhud yenə haqq hesab, şahid və məşhud. Sonra keçir Uxdud sahibinə və bir mesajdır bu bizim üçün ki, siz elə hesab eləməyin ki, sizin əməlləriniz nəticəsiz qalacaq, haqq hesabsız qalacaq. Bu cinayətləriniz, bu vəhşilikləriniz hesabsız qalacaq. Xeyr. Biz hər şeyi incəliyi ilə, hesab kitabla qeyd edirik və bunun hesabını verəcəksiniz, ey canilər. Ona görə Allah Teala bu andlardan sonra Uxdud hadisəsini qeyd edir. Qutilə əshabul Uxdud, ölüm olsun xəndək sahiblərinə, ən-nari zətil vəqud, o xəndək ki, odunla dolu od şölələri var idi o xəndəklərdə. Odunları yığırdılar, atəş vururdular. İzhum aleyha qu'ud. Özü də tamaşaçı kimi onlar gəlib ətrafında oturub tamaşa edirdilər. Və hum alə mə yəf'alun bil mu'mininə şuhud. Möminlər orada diri-diri yandırılırdı, onlar da bunun şahidi olurdular. Tamaşa edirdilər buna. Və mə nəqamu minhum illə ən yu'minu billahil azizil hamid. Möminlərin bircə günahı var idi. Bir işə görə onlara işgəncə olunurdu. O da izzət və qüdrət sahibi, tərifə layiq Allaha iman etdikləri üçün. Onlar bu işgəncəyə məruz qalırdılar. Hadisə harada baş verib? Hadisə baş verib Yəmən padşahı tərəfindən, Humeyr qəbiləsindən olan padşah. Yəmən indi də elə qəbilələrdən ibarətdir və qəbilələrin rolu o dövlətdə böyükdür. Qədimdə də belə idi. Humeyr qəbiləsindən olan padşah Əbu Nəvvas. Əbu Nəvvas axırıncı padşah idi Humeyrin Yəməndə. Bu, yəhudiliyi qəbul elədi və ətrafında bütün yəhudilər toplaşdı və bütün ölkəyə elan olundu ki, hər kəs yəhudiliyi qəbul eləməlidir. Nəcran vilayətinin indi hal-hazırda Nəcran Ərəbistanın tərkibindədir, amma qabaqlar Yəmənin tərkibində idi. Yəmənin şimal hissəsi idi. Nəcran qəbiləsi xristiyan idi və xristiyanlıqda qaldı, yəhudiliyi qəbul etmədi. Bu məsələ padşaha Əbu Nəvvasa çatdıqda Əbu Nəvvas Nəcrana qoşun çəkdi və elan elədi ki, kim xristiyanlığı tərk eləməsə, yəhudi olmasa, onu böyük bir işgəncə gözləyir. Və işgəncə də bundan ibarət oldu ki, yəhudilərin təhriki ilə böyük-böyük xəndəklər qazıldı. Bir neçə xəndəklər qazıldı. İçi odunla dolduruldu və oduna atəş vuruldu, yandırıldı. Kim iman etmirdisə, yəhudiliyi qəbul etmirdisə, atırdılar, o xəndəyə yandırırdılar.
Və cəmaat da ətrafda baxırdı. Şahidi olurdu. Bax, həmən o hadisəni Allah Teala burada qeyd edir. O vəhşiliyi Allah Teala burada qeyd edir. Və ürək yanğısı ilə onu xatırlayır. Onların bircə günahı vardı möminlərin. O da bu idi ki, Allaha iman etmişdilər. Və bu hadisə elə dünyada öz belə deyək, onun icraçılarını dünyada elə öz bəlası gəlib onları yaxaladı. Belə ki, Nəcran əhalisindən bir nəfər xristiyan canını qurtarıb qaçdı Ruma. Rum xristiyan idi, Bizans imperiyası xristiyan idi və hadisəni danışdı. Rum qeysəri də Həbəşistana, Nəcaşiyə, məşhur Nəcaşi, müsəlmanlara pənah verən Nəcaşi, ədalətli padşah, məktub yazır Nəcaşiyə ki, sən bununla maraqlan və Əbu Nəvvasın dərsini ver. Nəcaşi də bu hadisəni eşidəndə çox kədərlənir və nəhayət Yəmən üstündə hücum çəkir və Yəməni fəth eləyir, Əbu Nəvvası öldürür və bu işin icraçılarının hamısını öldürür və ədalət yerini tapır, haqq hesab yerini tapır. Ondan sonra Yəmən Allahın dini olan xristianlığı qəbul eləyir və bütün Yəmən əhalisi. Çünki hələ İslam zuhur etməmişdi o dövrdə. Bax, hadisə bundan ibarətdir. Allah Teala da bunların işgəncələrini qeyd edir. Bu vəhşiliklər nə qədər oxşardı? Bu cinayətlər nə qədər oxşardı? Və bu canilər nə qədər oxşar canilərdir? Öz sələflərinin yolunu gedirlər. Uşaqları öldürmək, döyə-döyə öldürmək, işgəncə ilə öldürmək, hamilə qadınlarının qarınlarına dəmir süngülər keçirdib, xanımı da, hamilə qadını da, onun bətnindəki uşağı da öldürmək, sonra yandırmaq, sonra cəmaatı doğruya-doğruya öldürmək, min cür əzab əziyyətlə, işgəncə ilə öldürmək. Hansı qansız bunu edər? Gərək adam nə qədər cinayətkar, nə qədər vicdansız, nə qədər öz mənəviyyatını, öz insanlığını itirmiş olsun ki, bu hadisələri törətsin. Bax, o vəhşilər qədimdə də var idi, indi də onların xələfləri öz sələflərinin yolunu təkrar eləyib bu hadisələri törədirlər. Hansı ki, İslam hətta müharibədə sənin düşmənindir, qılınc götürüb səni öldürməyə gəlir, onunla da düzgün rəftar olunmağı, onunla da o bəzi insani qanunlara riayət etməyi tövsiyə edir. Bu, müsəlmanların baxışıdır. Bu, İslamın baxışıdır. Bu, insanın baxışıdır. Bu, insanlığın baxışıdır ki, İslam ona əmr eləyir. Qocaları öldürməyin, uşaqları öldürməyin, ölüləri təhqir etməyin, onların əl-ayaqlarını kəsməyin, gözlərini oymayın, qulaqlarını kəsməyin, işgəncə verməyin ölülərə, ağacları kəsməyin, tarlaları yandırmayın, suları zəhərləməyin, bu cəmaat zəhərlənməsin müharibə dövründə. Bütün müharibənin qanunlarını İslam buyurur. Və biz müsəlmanlar buna riayət eləmişik tarix boyu və bundan sonra da eləyəcəyik. Amma öz insanlığını itirmiş insanlar, bunun ərazisində gözü olan insanlar, gözü olan vəhşilər, canilər, dünyanı fitnə fəsada bürüyən o əbər qüdrətlər, işğalçılar, onlar öz insanlığını itiriblər. Adam öldürmək, işgəncə etmək, onlar üçün bir su içmək kimi bir şeydir. Çünki onların insanlığı yoxdur.
eyni ilə bax, Xocalı hadisəsini törədən o vəhşilər, o canilərə nə ad vermək olar? Nəyə görə indiyə qədər hələ dünya bunu qiymətləndirmir? Nəyə görə ədalətdən dəm vuran dünya, Qərb, Amerika və onun əlaltıları bu cür hadisələrə gələndə qiymət verməyi bacarmırlar? Ermənilər dünyada iddia edir ki, biz soyqırıma məruz qalmışıq. Harada soyqırıma məruz qalmışsan? Yaxşı, sən əgər düz deyirsənsə, soyqırıma məruz qalmışsansa, özün nə üçün soyqırım edirsən bəs? Özün nə üçün bu vəhşiliyi icra edirsən bəs? Bizim xalqımız heç vaxt bunu unudan deyil, bizlər bunu unudan deyilik. Bu bizim qeyrətimizdir, bizim namusumuzdur. Bizim analarımız, bacılarımız, atalarımız, qardaşlarımız, uşaqlarımız orada həlak olub. Və inşallah Allahın izni ilə, Allahın köməyi ilə, yardımı ilə Allah Teala Azərbaycan xalqına qələbəni nəsib edəcəkdir. Allah Teala tezliklə bu qələbəni bütün müsəlmanlara, xüsusən Azərbaycan xalqına tezliklə nəsib eləsin inşallah və işğal olmuş torpaqlarımızı tezliklə o canilərdən, o vəhşilərdən azad edəcək inşallah. Allah Teala Xocalıda şəhid olan o soydaşlarımızı qəriq rəhmət eləsin. Onların ruhu haqqında Peyğəmbər və Əhl-i Beytinə salavat zikr edək. Selamun Aleyküm.